Salam hamınıza dostlar. Bu videoda Samsung Galaxy A26 telefonu incələyirik və həmən başlayaq. Dostlar, bu videoya keçməmişdən əvvəl sizdən bir xahişim var. Odur ki, bu videoya like ataraq kanala abunə olmağı unutmayın və həmən başlayaq. Dostlar, telefonumuz arxa hissədən çox yaxşı görünür və görmüş olduğunuz kimi 3 rəngini görürük. Qara, biraz bulanıq ağ, bir də ağ rəngdə. Dostlar, bu telefonun, yəni mən necə deyim, dizaynı arxa tərəfdən yaxşıdır, amma ön tərəfdən görmüş olduğunuz bu çərçivə işi körlüyür. Burada yəni plastik çərçivə təbii ki də, ancaq yenə də damla şəklində bir kamerası var öndən. Bu da 2026-2025 üçün heç də yəni nəzərdə tutulmayıbdır. Ancaq Samsung niyə belə köhnələrdən qalıbdır, onu bilmirəm. Sol üst küncdə bir ədəd görmüş olduğunuz kimi sim yuvası mövcuddur və barmaq izi də ekranın, yəni daha doğrusu çərçivənin sağında yerləşdirilib. Dostlar, telefon 5G-ni dəstəkləyir və martın 2-sində 2025-ci ildə istehsal olunmuşdur. 200 qramlıq bir telefondur və ekranı yaxşı qorunur, yəni plus şüşə ilə qorunur. Həmçinin də bu AMOLED bir ekrandır. 120 Hz-dir və Full HD Plus-dur. Bu telefonun ekranı 385 ppi-dir. Ekranı həqiqətən yaxşıdır. Android 15 ilə gəlir dostlar telefon. Qlobal versiyada Exynos 1380 ilə işləyən telefonumuz, yəni Koreya zadda belə 1280 ilə işləyir. Yenə 5 nanometrdir. Yenə də mən sizə qlobal versiyasını almağı tövsiyə edirəm. Çünki prosesoru burada güclü olacaqdır. Mali G68 MP5, yəni qlobalda bu versiyadan istifadə olunacaqdır və yəni bu həqiqətən yaxşıdır. Bir çox telefondan həqiqətən güclüdür. Daxili yaddaşımız 256-dan 8-ə qədər gedir. Yəni 50 megapiksellik kamerası var. Bir də 8 megapiksellik ultra geniş bucaqlı 2 megapiksellik makro kamerası var. Pis çəkmir telefon, amma qaranlıqda çəkmir. Əsas budur. Həmçinin optik stabilizasiyanı dəstəkləyirən telefon. Həmçinin 5000 mAh bateriyası var telefonun. Antutu xalı isə 570.294 xaldır. Birazdan throttlinginə də baxacağıq. Yəni prosesor həqiqətən çox diri başdır. Burada 171.000 xalı tək başına yığır. Bu da 5G-ni dəstəkləməsinə irəli gəlir. Yeni bir arkitekturadır burada. 5 nanometrlik 1380 olmalı. Səhv eləmirəmsə baxaq. Bəli. 5 nanometrlik 1380 prosesorudur. 5G-ni dəstəkləyir və ancaq throttlinqlə 1 saatlıq testlərin sonucunda dostlar 60 dəqiqəlik, yəni 1 saatlıq testin sonucunda testin sonlarına doğru performansı aşağı düşməli görürük. Bu da isinmədən qaynaqlanır. Həqiqətən də ağır bir testdir bu. Yəni 1 saatlıq. Yəni bu telefon necə deyək, bir Samsung modelidir, həm də çox uzun müddətli güncəlləmə alır. Ancaq biraz işin necə deyək, daha yaxşı eləyə bilərdilər, yəni dizaynını həqiqətən. Ancaq niyə belə eləyiblər mən bilmirəm. Dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın və ən nəhayətində odur ki, dostlar, bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Elə olmaya da bilərsiniz. Yəni mən sadəcə ürəyimdən keçəni deyirəm. Dostlar, çox sağ olun.